أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنما المؤمنون إخوة وأصلحوا بين أخويكم واتقوا الله لعلكم ترحمون صدق الله العلي العظيم. Aziz mümin kardeşler, sizlerin her biri bizi bu Allah evinde, Əhl-i Beytin qapısında Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan arzum budur ki ilahi perverdigar-ı alem ibadet ve itaati bizden kabul eyle. İlahi cümə günüdür, sənə and verirəm celal ve izzetin xatirine. Ya Rabbim Allah, kimlerin ki ürəyində nə hazət ve istək var, onların hazətlərin ve istəklərin rəva qıl. Pərverdigar-ı alem, kimlerin ki evdə, xəstəxanalarda, hətta qürbətdə olsun ya Rabbim Allah, onların da duaya ehtiyacı var, xəstələrine heç yoxdan şifa ver yine. İlahi heç bir valideyni övlad yanında xəcalətli qərar vermə. Pərverdigar-ı aləm, hər bir müsəlman üçün ruzi bolluğu qərar ver yine. İlahi bütün dünya müsəlmanlarına və xüsusilə də Azərbaycanda yaşayan müsəlman bacı və qardaşlarımızın əmin-əmanlıq içində yaşamağına kömək ol. Pərverdigar-ı aləm, müsəlman qardaşlarımızı biri-birinə mehriban qərar ver. İlahi bizləri sahibə zaman əleyhissalamın əsgərlərindən qərar ver və onun zuhurun təcil qərar ver yine. Bütün dualarımızın qəbul üçün Muhammed və Ali Muhammed salavat zikr edeyim. Allahümme salli ala Muhammed və Ali Muhammed. Bugünkü mövzumuz dostluq haqqındadır. Dostluq, Allah Teala Kur'an-ı Kerim'de Hucurat Suresinin 10. ayesinde buyurur: İnnemel mu'minune ihvetun ve aslihu beyne ahavaykum vettaqullah leallekum turhamun. Hakikaten de bütün müminler birbirine nedir? Kardeşler. Buna göre de kardeşiniz olan iki şəxs veya iki dəstənin arasını düzeldindir. Allah'tan korkun, belki rəhm oldunuz. Müminler birbirinden dosttur. Müminler birbirinden kardeştir. Söhbət mümindən gedir ha. Müminler birbirinden dosttur. Ve onlar birbirine kardeştirler. Ve biz buyurur ki siz de boynunuzda haktır ki iki mümin arasında veya da iki dəstə arasında, müminler arasında islah yaradın, dostluq yaradın, məhəbbət yaradın. Bu məhəbbəti yaratmaq üçün insanın əvvəla yeganə bir çarəsi, insanın Allah'a olan inamı və ondan əvvəl Allah Teala ilə öz arasında olan dostluğun qərarlaşdırmalıdır. İnsan Allah'la dost olmalıdır birinci. Allah'a hak bilmelidir, hak tanımalıdır. Allah Teala ile dost olan bir insan imanın daha yükselişine, təqvanın daha çok almasına ve bu cür inşallah insan necə ki Kur'an-ı Kerim'de Allah Müteal öz yeryüzüne gönderdiği İbrahim peygamberidir ki ben onu özüme yer üzerinde ne karar verdim? Halilullah karar verdim, dost karar verdim. Neyine göre? Allah'la öz arasında olan bağının möhkemlenmesi ve her bir şeye sual verirler İmam Sadık Aleyhisselam'a ki niye Allah Teala İbrahim Aleyhisselam'ı özüne halil, dost karar verdi. Çünkü dedi ki İbrahim Aleyhisselam dünyada ne kadar yaşadısa her nəsə istediyse Allah'tan istedi. Her bir şeyi istediyse Allah'tan istedi. Allah'tan gayri dünyada ne ihtiyaçları olduysa Allah'tan gayrisine üzün açmadı. Sözün demedi, kelime kesmedi. Yani isteği baresinde Allah Teala onun özüne dost karar verdi. İnsan dost olmalıdır. Çünkü her bir şey dostluk üzerinde karar tutur. Dost olan bir şəxs daha yakın, kardeşten daha yakındır. Çünkü hakiki dost, insan dünyada hakiki dost tapandan sonra sen kardeşine diyebilmedikleri dostluğa deyirsən.
Ürəyin qızışır, ondan danışırsan, onun özünə daha yaxın bilirsən, daha dost bilirsən, daha gözəl bilirsən, daha şirin bilirsən onu, Allah dostu kimi sən ürəyi açırsan, heç kimə deyə bilmədiklərini həmən o dostla paylaşırsan. Ona göre buyurur ki Allah dostu olmak başka bir şeydir. Allah dostu olmak ve insan da yer üzerinde olanda fikirləşməlidir ki mən kimi özümə dost tutum, kimlə dostluq edeyim, hansı tayfa ilə dost olum ve Allah Teala mənə icazəni kimlərlə dost olmaq icazəsini verir. Mən necə edim ki Allah'ın əmri ilə çıxmayayım. İnsanın birinci dost olmaq isteği varsa Rabbi ilə dost olmalıdır. Hamımız biz əvvəla Rabbimizlə, Xaliqimizlə o dostluğu qurmaq, o dostluq kəmərlərini atmaq, ondan sonra onun üzerinde yürümək lazımdır. Allah'ım mən səni özümə dost bildim. Hansı gündə? Çətin günümdə də mənim dostum sənsən. Asan günümdə də mənim dostum sənsən. İlahi qocalığımda da mənim dostum sən ol. Cavanlığımda da mənim dostum sən ol. İlahi mənim imkanım çox olanda da dostum sən ol. İlahi imkanım olmayanda da dostum sən ol. İlahi mən danışanda mənə o imkanı verməyinən ki sənlə olan dostluğumu mən digərləri ilə dünyada bölüşüm. Dostluqlar bilirsiniz ki müxtəlif olur. Hər bir insan digər bir insanlarla dostluğu müxtəlif qərarlar üzərində, səbəblər üzərində, məqsədlər üzərində qurur. İnsan bu dünyada ki bəzən bir insana dostluq edir, bir insana yaxınlaşır, hətta 5 il, 10 il ondan dost olur. Məqsədi ondan ibarətdir ki 5 ildən sonra, 10 ildən sonra ola bilər ki bu insan həmən bir vəzifəyə keçər və yaxud da bir imkan əldə eləyər. O zaman mənim ona ehtiyacım olduğu üçün məqsəd yönlü bir dostluq var. Yox, o cür dostluq deyil. Bizim dostumuz olmalıdır. Ama o dostluq həqiqətlər üzərində qurulmalıdır. Necə ki onun misalında nə qədər insanlar var. Həyatda, tarixdə peyğəmbərlərin qissəsi var Qur'an-ı Kərimdə. Onlar Rəbbi ilə necə dost olublar və biz insanlara nümunə olur ki siz də bu cür olun. Faydası dünya və ahirətdə o cür olar. Hətta məsələn Muaviyə lənətullah oğlu Yezid. Düzdür, hakimiyyətdə Yezid 3 il olub da bilirsiniz. 3 il müddətində hər il müxtəlif faciələr törədib müsəlman aləmində. Həqiqi Allah dostuna təcavüz etdirib. Baxın, həqiqi Allah dostuna təcavüz etdirib. Öz övladları, onlardan biri böyük övladı Muaviyə, yəni babasının adını qoyub Yezid, ikinci övladı isə Xalid olur. Yezid dünyadan keçəndən sonra xilafətli kürsüsü çatır kimə? Oğlu Muaviyəyə. Muaviyəni məsciddə qərar verəndən sonraki atandan sonra sənsən möminlərin xəlifəsi 40 gün çölə çıxmır. 40 gün fikirləşir. İlahi mən ne edim? Haqla batilin arasında qalır. Deyir ilahi pərverdigarı aləm, mən sənlə dost olmaq istəyirəm. Mənim dostum sənsən. Necə olur? Sual verərsiniz ki, necə olur ki Muaviyənin nəvəsi Muaviyə, Yezid oğlu 40 gün ona xilafət verilir, imkan verilir ki sən möminlərin xəlifəsi ol. Xilafət sənin əlində olsun, hər bir imkan sənin əlində olsun, amma bu insan 40 gün bayra çıxmır, huzura çıxmır, insanlarla danışmır, özü özündə danışır. Buna səbəb nədir? Uşaqlıq vaxtında Yezid ona bir üstad axtarır, müəllim axtarır. O müəllimi axtarandan sonra deyir ki, övladlarıma gözəl bir ədəbli, ərkanlı, haqqı nahaqdan ayıran, gözəl bir dini bilən, dünyəvi elmləri bilən bir insan olsun ki, mənim övladlarıma təlim etsin. Gəlib tapırlar kimi? Ömrəl Məqsudu tapırlar. Ömrəl Məqsud gizlində, qəlb evində, əhl-i beyt və haqqla olur.
Peygamber ve Əhl-i Beytin olur. Ana umma onu biruzə vermir. Her ne kadar Əhl-i Beyti sevsə də, her ne kadar onlara məhəbbəti olsa da onu biruzə verə bilmir. Yani vermir, gizlin saxlayır. Bilir ki bu məhəbbəti mən biruzə versem başına oyunlar gələcək. Onu gizlin saxlayır. Hemen o müəllimi çağırırlar, Yezidin oğlu Muaviye'ye ders verir, təlim edir. Uşaqlıqdan ona təlim etdiyi üçün indi Yezid lənətullah dünyasını dəyişib gedib cəhənnəmə, oğlu Muaviye ona hakimiyyəti, xilafəti təqdim edirlər. Buyur bu yer sənindir. O 40 gün bayra çıxmır, özü ilə Allah arasında qalır. Nəfs onu çəkir o tərəfə, amma bu tərəfdən ki Allah'ı tanıyır, haqqı tanıyır və özündən qabaq Muaviye'nin, babası Muaviye'nin kimlə müharibədə olduğunu, kimlə ədavətdə olduğunu və öz atası Yezidin kimlə haq və nahaq olduğunu gözəl bildiği üçün, ustadı mükəmməl olduğu üçün bunları ayırt edəndən sonra çıxmır. 40 gün özü ilə danışandan sonra çıxır. İnsanların qabağına məsciddə bu cür danışır, çıxış edir. Deyir, ey müsəlmanlar, ey insanlar, mənim babam Muaviyə zamanında haqq çırağını söndürmək üçün, İslamda, dində ən birinci İslamı qəbul edən Əli əleyhissalamı, hələ uşaqlıqda ikən Əli əleyhissalam dini birinci qəbul edən Əmir əl-Müminin əleyhinə getdi. Ömrünün axırına qədər də onun əleyhinə getdi. Hətta məscidlərdə onu söydürdü Peyğəmbərdən sonra. Bu bir. Gitti cəhənnəmə. Bu dünyasında itirdiği qiyamətdə də xəcalətlidir. Yaxası Allah'ın əlindədir. Onun cavabını verə bilməz. Atam 3 il hakimiyyətdə oldu Yezid və 3 ildə Peyğəmbər balalarının qanını tökdü. Haqq adına danışdı, amma əsl haqqı məhv elədi Kərbəlada. Əsl haqqı söndürmək üçün. Getdi, əlindən gələni əsirgəmədi, Peyğəmbər balası İmam Hüseynin başını kəsdi. Hətta ondan doymadı, onu nizəyə taxtırdı, gətirdi Şam'a. Şam'a gətirəndən sonra qoydu teştin içinə, məsxərə etdi ondan. Dedi ki, bəs, kaş Bədirdə olan mənim əmilərim, babalarım, dayılarım görəydi bu səhnəni, mən onların qisasını aldım. Bədirdə onları öldürən kim idi? Allah üçün öldürən Peyğəmbər və Əli əleyhissalam idi. Onlar kafir dəstəsindeydiler. Bunlar tarixdir. Mən dostun mənasını izah eləmək istəyirəm, özüm üçün də və sizin üçün də. Həqiqi dost necə olmalıdır? Necə olur? Dirik bəs çıxdı məndən sizə. Atamın da halını bu cür gördüm. O indi öz yaxası Allah'ın əlindədir. Məndən sizə xəlifə olmaz. Mən bu xilafəti hak kimdedirse o xəlifə olsun. Çıxdı. Mervan İbni Həkəm eləcə insanların arasında dedi ki, bəs ya Muaviyə, biz sənə kömək eləyəcəyik. Dedi ki, istəyirsən ki, o çirkin əməllərinlə əllərin batmış o qana məni də bulaşdırasan, çəkil yolumdan. Çıxdı və getdi. Və Mervanla bərabər digər başqaları da vardı. Dedilər ki, bunun neysə varsa ustadındadır. Onu tapın. Tapdılar ömrün məqsudu, gətirdilər. Dedilər, nə etmisənsə sən etmisən. Bir yer qazdılar, diri-diri ustadın bastırdılar. Və Muaviye'nin özünə də, Yezid oğlu Muaviye'nin özünə də zəhər verdilər, onu da öldürdülər. Xilafət çatdı kiçik qardaşı Xalidə. Xalidə çatanda insanlar gördülər ki, bəs bu çox kiçikdi hələ yaşında, müfəqqəti olaraq Mervan İbni Həkəmə verdilər xilafəti idarə etmək üçün. Mervan İbni Həkəm xilafəti idarə etməyə başlayanda çox bilici insan idi, çox da hiləgər bir insan idi. Yezidin ikinci xanımı Xalidin anasını özünə izdivac etdi. O gündən ki hökm əlinə gələndən sonra, hakimiyyət əlindən gələndən sonra başladı bəzi məclislərdə o böyük insanların arasında Xalidi yavaş-yavaş təhqir etməyə. Niyə? Qəsdi o idi ki, Xalid yaşa çatacaq, xilafəti mənim əlimdən alacaq. Mən bu nüfuzlu insanlara Xalidin haqqında əleyhinə bu sözləri deyim ki, zamanında
ona etina etməsinlər, xilafət mənim əlimdə qalsın. Xalid bu sözləri eşidə daha da qəzəbləndi. Bir gündə gəlib öz anasına bu sözləri dedi. Günlərin bir günü daha çox narahat idi. Mərvan ibn Həkəmin sözlərindən gəlib anasına bu sözləri deyəndən sonra dedi, sənin işin olmasın. Mərvan evə gəldi, xanımı gözəl hazırlaşdı. Gördü ki, Mərvan içəri girdi, gördü ki, otaqda xanımı hazırlaşıb və çox güləriz onu dəvət etdi. Dedi, olmaya Xalid mənim haqqımda sənə bir sözlər deyib. Dedi, narahat olma, Xalid sənin haqqında gözəl sözlər deyib. Deyib ki, hər zaman, hər yerdə olursa, mənim dayağımdır, mənə kömək edir, əlimdən tutur, mənə kömək olur. Buna arxayın olan Mərvan ibn Həkəm yeməyin yedi, ondan sonra uzandı. Ta o vaxta qədər Xalidin anası gözlədi ki, Mərvan tamamən yatdı və əmr etdiyi o insanlar ki vardı, yanmışdı qapıdan o tərəfə, onlar gəldilər, həm ayaqların, həm əllərin bərk tutdular. Xalidin öz doğma anası əlində mütəkkə gəldi Mərvanın ağzına, o qədər saxladı ki, tamam ruhu bədənindən çıxsın. Bu cürdə xilafət dostları da var, şeytanın dostları da var. Şeytanın dostları, əsl dost olmaq lazımdır. Allah Teala ilə dost olmaq lazımdır. Allahla dost olsan nə xoş halımıza. Allahla o rabitəni qursaq nə xoş halımıza. Onlardan biri Əmir el-Müminindir. Əmir el-Müminin Xəndək müharibəsində çıxır. Əmir el-Müminin künyələrindən biri də budur ki, az hallanar. Deyərlər ki, onun künyələrindən biri də budur ki, deyər ki, Əmir el-Müminin bu cürdür. Yəni, həmişə Polad kimi yenilənən, Allah üçün hazırlanmış bir güc. Həmişə yenilənən, dəmirdən hazırlanmış yeni bir güc Allah üçün. Onun ləqəblərindən biri də budur. Deyir Əmir el-Müminin, o ki Həzrəti Peyğəmbər aleyhissalatu vesselam dedi ki, kim sizlərdən çıxa bilər Əmr ibn Əbdəvudun huzuruna? O zaman demədi Əli sən çıx. Dedi kim sizlərdən çıxa bilər? Bütün müsəlman aləminə, bütün yıxışan o müsəlmanlara, orduya, ordu rəhbərlərinə, o baş bilənlərə, o sahabələrə kim çıxa bilər ondan? Əmr ibn Əbdəvuddan hamı sakit yandı. 3 dəfə bu sözü deyəndən sonra görürdü Əmir el-Müminin. Əmir el-Müminin dedi ki, bəs mən hazıram. Əmir el-Müminin çıxanda Əmr ibn Əbdəvud atın üstündə gəlirdi. Amma Həzrəti Əli aleyhissalam əlində qılınc piyadə ona sarı getməyə başladı. Dedi, ey Əmr ibn Əbdəvud dedi, ey uzaqdan gələn kimsən bu cür öz önündən razı. Amma tarix yazır ki, Əmir el-Müminin oradan piyadə gələ-gələ ona tərəf hər zaman da hüccəti tamamlasın deyibən Allah kəlamların, Qur'an-ı Kərimin ayələrini dedi. O zaman da təbliğlə məşğul olurdu ki, sən gəl Allahla dost ol, bu cür pəhləvansan, sən İslam qoşununa qoşul, bu cür sən qeyrətli, bu cür sən cürətlisən. Sən qoşul, ayrıl bu şeytan qoşunundan, gəl bizə qoşul, haqqa qoşul, ədalətə qoşul, Allahın vəhdaniyyətini tanı ki, sən qiyamət günündə dünya və axirəti apara biləsən. Sənin üçün gözəlliklər yaradacaq Allah Teala. Hər nə qədər Əmir el-Müminin bu sözləri ona yaxınlaşa dedi, amma o əməllərindən, şeytanlığından əl çəkmədi. Əsl Allahla olan dost hər zaman Allahın yanında olur. Əmir el-Müminin bilirdi qabağında kimdir. O insandır ki, Peyğəmbər aleyhissalatu vesselam 3 dəfə dedi ki, ey ləşkər, ey qoşun, ey səhabə, kim var sizdən biri eləyə bilər bu pəhləvanla üzbəüz gəlsin, heç biri dinlənmədi. Həzrəti Əmir el-Müminin bilirdi qarşısına, kimin qarşısına gedir. Amma Allah üçün, Allahla olan dostluğu, imanı, yəqini onu o yola apardı. Dedi, mən bu təkliflə gəlmişəm. Dedi, bəs kimsən? Dedi, mən Əli. Dedi, hə, indi tanıdım səni. Sənin atanla mən çox danışmışam, evizdə olmuşam. Mən sizin evizə gələndə sən çox kiçik idin. Sənə istəyirəm ki, qoşulmayasan bunlara. Qoşulmayasan bu İslam qoşununa, gələsən, mənlə bir yerdə olasan, ayrıl bunlardan, xilas olasan bunlardan. Çək ilə bu dünyada öz gözəlliklərinlə yaşa ilə burada hər bir imkan var.
Deyir, yox, mən səni İslam'a dəvət edirəm. Mən səni haqqa dəvət edirəm. Gör, sən məni şeytan yoluna dəvət edirsən. Deyir, o qədər təkəbbür olan Əmr ibn Əbdəvid, Əmir el-Müminin Aleyhisselamın bu sözlərini eşidəndən sonra hissləndi. Hisslənəndən sonra atından düşdü və atın iki ayağını da qılıncı ilə kəsdi. Əli Aleyhisselam gördü ki, bu qədər təkəbbür və Allahın yaratdığı bu heyvana bu qədər zülm verdi, onda əsəbləşdi. Allah üçün Əli Aleyhisselam da onun hər iki ayağını kəsdi. Allah üçün ha. Zalimə, məzlumun haqqını almaq üçün Əli Aleyhisselam bu cür şey etdi. Yəni, dost olmaq bu cürdür. Dost olasan Rəbbinlə, Xaliqinlə, Pərverdigarınla ki, sən nəticə alasan. Allahın huzurunda sən bir gözəl yer alasan. Allah Teala bizi bir-birimizə o həqiqi dostlardan qərar versin. Ki, biz həqiqi dost ola bilək. Və Allahın huzurunda Allahın eşqi ilə yanan dostlardan olaq. Xəcalət çəkən insanlardan olmayaq. Muhammed və Ali Muhammed salavat edelim. Maidə 51-də buyurur ki, Ya eyyuhəl-ləzīnə āmenū la təttəxizul yəhudə və nəsara əvliyəə bə'duhum əvliyəu bə'zin və mən yetəvəlləhum minkum fə innəhum minhum. Gör, Allah Teala nə gözəl buyurur. Deyir, və mən yetəvəlləhum minkum fə innəhum minhum. Siz deyir, məbadə sizin dininizdən olmayan digər kafir dəstələrdə, kafir olanlarda deyib, elə deyir mənsubları var ki, onlar küfr əhlidirlər. O kafirlərlə deyir, heç zaman dost olmayın deyir. Onlar biri-birilərinin dostudur. Onlarla siz dost olmayın. Yəni onlardan sizə dost çıxmaz. Həqiqi dost onlardan olmaz. Onlar həmişə sizi təlatümə aparacaqlar. Məhvə doğru aparacaqlar. Allah Teala Qur'anında buyurur. Sonra buyurur ki, وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَإِنَّهُمْ مِنْهُمْ. Əgər sizin aranızda mənim kəlamıma, Allah kəlamına, Qur'ana etiqad etməzlərsə və öz dostluqlarını digər dində olan kafir qövmlərlə dostluq əlaqələrini yaradacaqlarsa, kimlərsə varsa bu cərgədə, onlar da onlardan biridir. Baxmayaraq müsəlmandır, onlar da onlardan biridir buyurur. Sonra buyurur ki, İnnallaha la yahdil qavmel zalimin. Çünki o zalim qövmləndir, olmaz sən dostluq edəsən. Çünki baxmayaraq başqa bir din mənsubu da olsa kafirdir. Yəni o küfrün əleyhin, küfürdür. Məsələn, nə qədər müsəlman adında insanlar var, məsələn, zülm əhlidir. Nə qədər namaz qılan, ibadət eləyən var ki, onlar münafiq olublar, kafir olublar. Kərbəla hadisəsi. Müsəlman olub, adı müsəlmandır. Adı müsəlman olub, amma İmam Hüseynin əleyhinə gəliblər. Haqqın çırağını söndürməyə gəliblər. Kafir qismində olublar, münafiq olublar. Dində olub, dinə qarşı əleyhinə gedən o insanlar olublar. Bu cür insanlar olublar. Yezidin qovmi bu cür olub. Onun dəstəsi bu cür olub. O cürdə deyir, başqa dinlərdə olan kafir dəstələr var. Deyir, siz onlarla dost məbada olmayın. Onlardan sizə dost çıxmaz. Onlar biri-birilərinin dostudur. Əgər sizin aranızda elələri var ki, onlarla dostluq elirsə, o kafir qövmdən onlar da onlardandılar. Sonra buyurur ki, İnnallaha la yahdi qavmez zalimin. Allah Teala zalim qövmü heç zaman hidayət etməz. Heç zaman. Sonra buyurur Maidə 55-də İnnəmə vəliyyukumullah və rasuluhu vəllezine amenu ellezine yuqimunəs-salata və yutunəz-zakata və hum rakiun. Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi, dostunuz yalnız Allah'tır. Onun peyğəmbəri və iman gətirənlər, namaz qılıb rükû halında zəkat verənlərdir. Hər iki məzhəb, təfsir alimləri bu ayənin Əmir el-Müminin haqqında nazil olduğunu deyirlər, bəyan edirlər. Sizin dostunuz, həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi, dostunuz Allah'tır, yalnız Allah'tır. Onun peyğəmbəri və iman gətirənlər namaz qılıb rükû halında zəkat verənlərdir.
O kəslərdir sizin dostunuz. Yəni ilahi dostlar bunlardır. Siz bunlardan ibrət götürün, bunlardan öğrenin, bunlarla bir yerde olun. Bunların size bir faydası olar. Sizin bu yaşayışınızda ne istəyirsinizsə, dostluq məramın yaşamaq istəyirsinizsə və dost olmaq istəyirsinizsə, Quran-ı Kərimin özü ayələri var, buyurur ki, ey insanlar, sizler bu dünyada dost olacaqsınız, amma qiyamət günündə bu dünyada dost olanlar birbirine düşmən olacaqlar qiyamətdə. Niye? O insanlardır ki, onlar bu dünyada məqsədli dost olublar. Onların məqsədi olub dost olmaq üçün. Yəni əsl dost olmayıblar. Allah üçün dost olmayıblar. Onlardan sizə bir xeyir gəlməz, sizə həqiqi dost olmazlar. Yəni sizi yarımçı qoyacaqlar. Onlar ancaq biri-biriləri ilə dost ola bilərlər. Peyğəmbər və Ali Peyğəmbər salavatı kitləyək. O dostlardan biri de, dostluqdan nümunə üçün sizə deyim, Ömər ibn Abdüləziz. Ömər ibn Abdüləziz Əmir el-Mömin vaxtında, xilafəti dövründə yaşayıb. Əmir el-Möminə xilafət zamanında gəlib beyət eləmədi. Həmişə neynədi? Ehtiyat etdi. Ömər ibn Abdüləziz Əmir el-Möminə beyət eləmədi. O Əli ki, onun haqqında Peyğəmbər nələr deyib, düzdür? Həzrəti Peyğəmbər aleyhissalatü vesselam həmən sahabələrə Ömər ibn Abdüləziz də öz qulaqları ilə o sözləri eşitmişdi. Amma ona beyət etmədi. Zaman gətirib çıxartdı elə bir yerə ki, Əmir el-Mömindən sonra Ömər ibn Abdüləziz Həccac ibn Yusifə beyət elədi. Nə zaman? Gecənin bir vaxtında. Çünki Həccac ibn Yusifin qəddarlığın bilirdi. Zalim olmağın bilirdi. Heç kimə uf demədən başın kəsməyini bilirdi. Xəbər verdilər ki, bəs Ömər ibn Abdüləziz gəlib Həccac ibn Yusif uzanmışdı. Öz işində idi. Deyir ki, gəlsin. Görmür, sabah gəlsin. Deyir, yox. Bəs deyir ki, bugün gəlib beyyət almaq istəyirəm. Yerindən uzanan yerindən belə durmadı. Deyir, Ömər, nə üçün gəlmirsən? Ömər ibn Abdüləziz dedi, beyət eləməyə gəlmişim. Dedi, olmazdı ki, sabah gün açılardın, namaz qılardın, ondan sonra gələrdin, beyət eləyərdin. Dedi ki, yox, ola bilərdi ki, mənə axşam Allah Teala mənim ömrümü alaydı, mən zəmanənin imamına, rəhbərinə, xəlifəsinə beyət etmədən dünyadan keçərdim. Münafiq kimi, kafir kimi dünyadan keçərdim. Dedi, onda mənim o halda deyiləm ki, ayaq üstü qalam. Əlimə yox, gəl, ayağıma beyət et. Bunları mən sizə elə belə danışmıram. Əmir el-Möminin kimi bir şəxsiyyətə beyət eləməyən, ehtiyat eləyən, Həccac ibn Yusif kimi bir qəddar, zalim, alçağa gecənin bir aləmində ayağına beyət elədi. Ey müsəlmanlar, haqqın yanında olun, həqiqətin yanında olun, düzün yanında olun. Bir-birinizə qardaş olun, ayrılmayın, firqələrə bölünməyin. Bölünsək bugünə bu hala salarlar bizi. Halımız bu olacaq. Onun üçün insan çalışmalıdır. Həqiqi dostunu saxta dostdan ayırmalıdır. Müsəlman cəmiyyəti düzgün yaşaması üçün insan Qur'anına bağlanmalı, Peyğəmbərin haqq tanımalı və Əhl-i Beytin dalıca düz getməli ki, haqqın yanında qərar tuta bilsin. Sonra Ömər ibn Abdüləziz kimi, Həccac ibn kimilərin ayaqlarına beyyət eləyərlər. Qardaşım, biz haqqı tanımalıyıq, haqqın yanında olmalıyıq. Öz haqqımızı, müsəlman olmağımızı, vətənimizi qorumaq üçün birlik lazımdır, dostluq lazımdır. O dostluğu biz Allahla birinci bağlamalıyıq. Həqiqi dost Allahla dost olmalıdır. Ondan sonra vətənin dəyərini bilər. Ondan sonra namusun dəyərini bilər. Ondan sonra dinin dəyərini bilər. Ondan sonra qeyrətli olar o insan. Allah Teala o cür müsəlman olmağı bizə qismət qərar versin. Gəlin ayılaq, oyanaq. Və o cür olsaq nə xoş halımıza. Ondan sonra bir inkişaf olacaq bizdə.
Qabağa getmək olar bizdə. Allah Teala bizim hər birimizə o gözəlliyi nəsib qərar versin inşallah. İlahi Pərverdigar-ı aləm, ibadət və itaatimizi bizdən qəbul eyle. İlahi gələn günlərimizi xeyrə cala. İlahi bu cəmi bir-birinə mehriban qərar ver. İlahi pislikləri bizdən uzaq qərar ver. İlahi cəlal və izzətin xatirinə ya Rəbbim Allah, vətən üçün, torpaqlarımızın əldə olunması üçün ya Rəbbim Allah, şəhidlərimiz var. O şəhidləri qəni-qəni rəhmət qərar ver yine. İlahi onların məqamı uzadır, daha da uca qərar ver. İlahi onların ailələrinə səbir ver yine. Pərverdigar-ı aləm, yaralı qazilərimiz var. Heç yoxdan onlara şifa ver. Pərverdigar-ı aləm, onların ruzilərin bol qərar ver. İlahi bu cəmin ruzilərin bol qərar ver. İlahi imkanı olmayanlara imkan yaratmaq üçün sən özün onlara kömək ol. İlahi xəstələrimiz var, iltimas eləyənlərimiz var. İlahi xəstəxanalarda, evlərdə, qürbətdə olan xəstələrimiz var. Heç yoxdan onlara şifa ver yine. İlahi ya Rabbim Allah, heç kimi, heç bir valideyni, heç bir atanı, heç bir ananı xəcalətli qərar vermə, naümid eləmə. İlahi ya Rabbim Allah, övladlarımıza səbir ver yine. İlahi övladlarımız düzgün yolda olması için onları hidayət olmaqda kömək ol. İlahi sənin yolunda Kur'anla, Peygamberle Əhl-i Beyt yolunu getməkdə bizlərə və övladlarımıza, Müslüman camiyyəsinə kömək ol. İlahi sənə and verirəm cəlal və izzətin xatirinə bizləri sahibə zaman aleyhisselamın əskərlərindən qərar ver. Onun zuhurun təcil qərar ver. Pərverdigar-ı aləm, burada əyləşənlər var. Ya Rabbim Allah, onların ürəyindən nə keçir? Özləri üçün, dünya və ahirəti üçün, gələcəyi üçün, şəri niyyətləri var. Kimin ki nə hacəti var, nə istəyi var, həyata keçməsində sən özün onlara kömək ol yine. İlahi heç birimizi bu qapıdan əli boş geri qaytarma. İlahi günahlarımızın üstündən əfv qələmin çək yine. İlahi bizi bağışlamamış bu məsciddən geri qaytarma. Ya Rabbim Allah, yuxarıda bizim ana bacılarımız, qız gəlinlərimiz, xanımlar var orada ya Rabbim Allah. Onların da hacəti var, onların da istəyi var, onların da dünya və ahirət hacətləri var ya Rabbim. Hər birinin nə istəyi varsa bir adlarını deyə bilmirəm, bir şeyi yadıma sala bilmirəm, amma hər şeyi bilən, zehindən, fikirdən keçənləri sən bilənsən ya Rabbim. Qeyri və aşkarı bilən Allah sənsən ya Rabbim Allah. Hər kimin ki nə hacət, nə istəyi var ilahi, onları sənin də öz dərgahından əli boş geri qaytarma. Muhammed və ali Muhammed salavatü